Salam, futbol əzərkeşləri. Bugün sizə Çempionlar Liqasında Qarabağın qarşılaşacağı dramatik maç haqqında danışacağıq. Qarabağ 26 noyabrda öz meydanında Napoli ilə üz-üzə gələcək. Amma qarşılaşmadan öncə dramatik xəbər gəldi. Napolinin əsas ulduzları Andre Zambo Anguissa, Kevin De Bruyne və Romelu Lukaku ciddi zədələr səbəbindən bu maçda olmayacaq. Xüsusilə Anguissa Kamerun millisində zədələnib və 3-4 ay meydanlardan uzaq qalacaq. De Bruyne ilə Lukaku da oxşar səbəblərdən yeni mövsümə qədər oynaya bilməyəcəklər. Bu, Napoli üçün böyük itkidir və Qarabağ üçünsə qələbəyə yaxınlaşmaq şansı deməkdir. Amma azərkeşlər, ümidinizi itirməyin. Qarabağ komandası bu çətinliklər qarşısında motivasiyasını itirməyəcək. Hər bir oyuncu qalib gəlmək üçün bütün gücünü meydanda sərf edəcək. Stadiondakı azərkeş dəstəyi də komandaya ruh verəcək və onları daha da gücləndirəcək. Qeyd edək ki, Qarabağ bu mövsüm Çempionlar Liqasında maraqlı oyunlar göstərib və rəqibləri ilə bacarığını sübut edib. İndi isə Napolidə ulduz itkisi Qarabağa böyük üstünlük verir. Bu, yalnız bir şans deyil, həm də azərkeşlər üçün motivasiya mənbəyidir. Sizcə, Qarabağ bu maçda qalib gələcəkmi? Şərhlərdə fikrinizi bölüşün. Kanalımıza abunə olun və ən son futbol xəbərlərindən xəbərdar olun. Hər bir şərh və like komandaya ruh verəcək.